haqlı olaraq fəxr edirik ki, biz Azərbaycan vətəndaşlarıyıq. Və əlbəttə ki, gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Azərbaycan prezidenti gəncləri bu dövlətin qüdrətinin, bir xalqın əbədi azadlığının açarı kimi görür. Məsələn, müstəqil Azərbaycan milli dəyərlər üzərində qurulub. Bu dəyərləri qoruyub saxlamaq müstəqil Azərbaycan gəncinin ən ümdə vəzifəsi olmalıdır. Prezident gənclərə vəzifələrini xatırladır. Milli xüsusiyyətlərini itirməmək kimi muğamına, xalçaçılıq ənənələrinə, milli bayramlarına, dilinə sahib çıxmaq kimi əsas hədəflərini xatırladır. Çünki bir gəncin əsas borcu dövlət maraqlarını hər şeydən üstün tutmaq olmalıdır. Bunu kosmopolit, dırnaqarası dəyərlər ətrafında birləşənlər yox, milli keyfiyyətlərə sahib mahiyyət daşıyıcıları bacarar. Açıq deməliyəm, gəncləri belə əyri yola gətirmək, yaxud da ki, yoldan çıxarmaq daha asan olur. Ona görə də bu globalistlərin şərti olaraq mən onları belə adlandırıram. Sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondlar xətti ilə iyanələr verilir. Müxtəlif, yaxşı, belə gözəl, məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə öz əcdadlarına qarşı, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və onlardan sonra zombi kimi istifadə etsinlər. Belə mexanizmlər tarix boyu işləy olub. Bəli, qablaşdırma dəyişsə də təyam dəyişməyib. Ona görə də kökündə millilik olan məhsulları seçməli, nəsillər arasındakı mənəvi iplərdən möhkəm yapışmalıyıq. O iplərin uzandığı yerlər meşələri, cığırları keçib Şuşa zirvəsinə qədər çatır. Həmin yollara istehkamların qurulması, artilleriya qurğularının daşınması mümkün değildi. O zirvənin fəthi bir gənc vətənpərvərin ruhunda təşəkkül tapmış yalnız milli xüsusiyyətlərlə yoğrulması mümkün olan şücaət və qəhrəmanlıq idi. Vətən belə gəncləri bağrına basır. Vətən müharibəsində iştirak etmiş gənclər dövlət tərəfindən qayğı ilə əhatə olunur. Bütövlükdə mən deyə bilərəm ki, son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var. Gənclərlə bağlı xaricdə təhsil proqramlarının həyata keçirilməsi, güclü mütəxəssislər sinifinin yaradılması da dövlətin uğurlu gənclər siyasətinin bir parçasıdır. Ancaq bu müstəqil Azərbaycan üçün bir yenilik deyil. Çünki Sovet vaxtında Heydər Əliyevin göstərişi ilə yüzlərlə Azərbaycanlı gənc Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilirdi. Özü də güzəştli şərtlərlə. Bir başqa Sovet Respublikasında buna oxşar proqram yox idi. Məqsəd gənclərə yeni biliklər vermək idi. Bu təcrübəni əsas götürüb, mən də bu təşəbbüslə çıxış etdim və o vaxt yadımdadır, müxtəlif fikirlər var idi. Bəziləri deyirlər ki, mütləq biz şərt qoymalıyıq, bir halda ki, dövlət onları oxudur. Şərt qoymalıyıq ki, onlar qayıtsınlar və vətənə xeyir versinlər. Mən isə buna razılaşmadım. Çünki əsas məqsəd xalqımızın intellektual potensialının möhkəmləndirilməsi idi. Bir cəmiyyətdə qüsurlar və çatışmazlıqlar yalnız intellektual düşüncəyə malik gənclərin varlığı ilə aradan qaldırıla bilər. Sabitlik pozulan yerlərə investisiya qoyulmur. İndi müasir Azərbaycanın əsl sərvəti onun düşünə bilən gəncləridir. Belə olan halda böyük güclərin əlində oyuncağa çevrilən medianın fake newsları, Soros və onun nəzarətində olan qurumların, sərhədsiz reportyorların siyasi oyunları səmərə vermir. Çünki düşünə bilən, milli dəyərlərindən ilham alan bir gənc belə qurumların kökünü araşdırar, mövqeyində tərəddüd etməz. Gələcəkdə bu ölkə məsuliyyətini öz üzərinə götürən gənclər elə etməlisiniz ki, heç vaxt onlar bizə qalib gəlməsinlər. Biz onları məğlub etmişik. Bütün meydançalarda, həm siyasi, həm bütün başqa meydançalarda və onların axırıncı argumenti işğal edilmiş torpaqlar idi, o da onların əlindən çıxdı.
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Qeyd edək ki, Gənclər Günü Müstəqil Dövlətlər Birliyi məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə, hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və dövlətimizin ləyaqətinin qorunması işində əminəm ki, bundan sonra da fəal və uğurlu olacaqlar.